Birinci qaydanı izah edeyim, sonra mətni oxuyayım inşallah. Qayda bu da əhl-i sünnədir. Allahın zatını keyfiyyət verə bilmərik. Əl, necə əl? Özünə məxsus. Bir də məşhur sözləri var, özünə məxsus. Adamın gülmək gəlir ki, siz Allahın özünü tanıyırsınız ki, ya məxsuslaşdırırsınız və cümlə özü xətadır. Allahın zatına məna verə bilmirik. Yəni məna var, amma biz verə bilmirik. Amma var. Çünki olmayan bir şey iddiası, müzakirəsi olmaz. Mən iddia, müzakirə edə bilmərəm ki, mənim qanadım necəliyini deyə bilmərəm sizə. Yəni, bu söz xətadır. Çünki mənim qanadım yoxdur ümumən. Demək ki, Allahda zatın mənası var, amma necəsi, necəliyi, keyfiyyəti yoxdur. Amma keyfiyyət özü var. Sadəcə biz onlar keyfiyyət verə bilmir. Amma mətn o demir. Mətn nə deyir? Deyir, həmçinin barmaqlarının olmasını da iman edirlər. Muaz İbn Cəbəl rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm rəvayət edir ki, buyurdu, Peyğəmbər buyurdu. Rəbbimi yuxuda ən gözəl surətdə gördüm. Və Rəbbimin ovucunun iki çiynimin, yəni kürək sümüyümün arasına qoyduğunu gördüm. Onun barmaq uclarının başqa rəvayətdə əllərinin soyuqluğunu qəlbimdə hiss etdim. Bitdi məsələ. Bu harda gəlir? 97. İmam Əhməd 5-ci müsnədində 5-ci cild 243-cü səhifədə, Tirmizidə 3235-ci hədisdə, İbn Əbu Asim Əl-Sünnə kitabında 465-471-ci səhifələrdə, Əl-Əlbanin Zilalul Cənnə kitabı cild 1 səhifə 203-205-də və və ilə axırda. Hədis səhihdir. Onlara necə almaq əsas. Burada adam diqqətini seçir. Hədis ümum qaydaları ilə ziddiyyətli təşkil edir. Ümum qayda deyir ki, biz Allahın zatına keyfiyyət verə bilmərik. Hədisdə amma Allahın barmaqlarının, uclarının soyuqluğunu isbat olunur. Mən İraq olsun, müxalif olsun, mən əhl-i sünnə olsam, sələfi olsam, bəhavi olsam, mücəssimi olsam, belə deyim, bu hədisi oxuyaram və bilərəm ki, Allahın zatında olan əlin, barmaqlarının, uclarının soyuqluğu və yaxud ki, başqa hədislərdə əlin soyuqluğunu bilərəm. Mən bilirəm, Allahın əlinin, barmağının ucu soyuqdur. Bunu bilirəm. Budur təvhid. Təvhid budur. Yəni, siz buna təvhid deyirsiniz. Hədis qaydan üz gəlmir. Hədisin nəqli, hədis gəlir Rasulullah sallallahu aleyhi və səlləm. Rasulullahdan zid nəsə desən, batildir, biddətdir, zəlalətdir. Sənə Rasulullahın deyir ki, Allahın barmağının uzun soyuqluğunu mən qəlbimdə hiss eləmişəm. Vəssalam. Çünki bel sürməyim mən. Kürəyimin, iki kürəyimin arasına əlini sürtdü. Allah. Toxunuş var. Cismə toxunuş var. Yəni, bunun müzakirəsi tam başqadır. Cismə toxunuş nədir? Allah daxil olurmu, xarici olurmu? Bunun elə mənası başqadır. Desək ki, bu yuxudadır zaten. Allah yuxuda yoxdur. Axı Allah hər yerdə. Yuxuda bir aləmdir də. Bunun müzakirəsi başqadır. Qaydamız Rəsulullahın bu hədisindən ziddir. Qayda deyir ki, biz Allahın zatına keyfiyyət verə bilmərik. Hədis deyir, Allahın əli barmağı soyuq. Bu təvhid. Əgər bu təvhiddirsə, sizin yahudilərdən nə fərqiniz var?